Yeni istifadəyə verilən Naxçıvan elektrik avtobus parkı 112 elektrik avtobusunun saxlanılmasına imkan verir. Artıq burada Azərbaycan Respublikasında istehsal olunan hər biri 53 sərnişin tutumuna malik 60 ədəd BYD markalı tam elektrik avtobusu xidmətə başlayıb. Naxçıvan şəhərində sərnişin daşınma fəaliyyətini həyata keçirən elektrikli avtobusların saxlanılması və onlara texniki qulluğun göstərilməsi məqsədi ilə Naxçıvan şəhəri ərazisində 2,70 hektar ərazidə Naxçıvan elektrikli avtobus parkı yaradılıb və bu avtobus parkında ən müasir texniki sistemlər quraşdırılıb. Avtobuslar ilkin mərhələdə 9 marşrut xətti üzrə fəaliyyət göstərəcək. Avtobusların fasiləsiz fəaliyyətini təmin etmək məqsədi ilə 16 ədəd şarj stansiyası quraşdırılmışdır. Bakubas MMC-nin Naxçıvan şəhərində fəaliyyətə başlaması ilə ictimai nəqliyyat xidmətlərinin yüksəldilməsinə, sərnişin məmnuniyyətinin təmin olunmasına, ödənişlərin tamamilə nəğdsiz formada keçirilməsi, xidmət keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verəcəkdir. Parkın istifadəyə verilməsi ilə 222 nəfər işlə təmin olunmuşdur. Bu avtobuslar Ekobas sinifinə daxildir, yəni tam elektrikli avtobuslardır. Bu avtobusların tam fəaliyyətini fasiləsiz təmin etmək məqsədi ilə parkda 16 ədəd elektrik dolum stansiyası quraşdırılıb. Avtobusların vaxtında təmir olunması, eləcə də onların təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədi ilə park ərazisində təmir mərkəzi yaradılıb. Artıq bugündən etibarən Naxçıvan şəhərində 9 marşrut xətti üzrə elektrikli avtobuslar sərnişinlərin xidmətindədir. Yeni nəqliyyat vasitələri ilə yanaşı marşrut şəbəkəsində də dəyişikliklər edilib. Mövcud xəttlər saxlanılmaqla dayanacaqların sayı artırılıb, marşrutlar optimallaşdırılıb. Bugünkü gündə yeni nəsil avtomobillər çox yaxşıdır, tam komfortlu, ictimaiyyət tam razıdır, sərin, komfortlu, tam nağdsız ödəniş. Çox rahatdır, təşəkkür edirik, necə lazımdır yaşa. Təbii ki, səlqəli saxlayırlar, belə necə lazımdır, belə çox gözəldir. Marşrut çox gözəl, təşəkkürlər. Çox gözəl, çox əla. Allah prezidentimizin canına dəyməsin. Əla. Çox evlərdən də sərindir. Bu dəfə avtobuslardan istifadə biraz əvvəlkindən fərqli olacaq. Çünki artıq burada nağd şəklində deyil, kart və ya müxtəlif tətbiqlərlə ödəniş həyata keçiriləcək. Bu da Naxçıvanda nəqliyyat sahəsində bir ilkdir. Qeyd edək ki, Naxçıvan şəhərində fəaliyyət göstərən bütün avtobuslarda gediş haqqını CityCard nağdsız ödəniş sistemi vasitəsilə ödəmək mümkündür. Bununla yanaşı istənilən bank kartından. Eləcə də Google Pay və Apple Pay mobil ödəniş vasitələrindən istifadə edilə bilər. Sərnişinlər CityCard Azərbaycan mobil tətbiqini App Store və Google Play platformalarından yükləməklə balanslarını onlayn artıra, QR kod vasitəsilə isə ödəniş edə bilərlər. Naxçıvan şəhərinin avtobus marşrutlarını əks etdirən yeni nəqliyyat xəritəsi də sərnişinlərin daha rahat və sürətli hərəkətinə imkan yaradır. Beləliklə, elektrikli avtobusların istifadəyə verilməsi ilə Naxçıvanda şəhər nəqliyyatında həm ekoloji, həm də texnoloji baxımdan yeni mərhələnin əsası qoyulur. Xosrov İbrahimov, Pərvin Səfərzadə, Namiq Abbasov, NTV Xəbər.